Xoş gördük dəyərli Dost TV izləyiciləri, efirdə reabilitasiya zonası verilişidir. Bugündən etibarən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərindən bəhs edən yeni layihəmizlə qarşınızdayıq. Sizi paytaxtda və regionlarda fəaliyyət göstərən 17 reabilitasiya mərkəzimizlə yaxından tanış edəcəyik. Hazırda protez ortopedik istehsalat və reabilitasiya mərkəzinin qarşısındayıq. Gəlin mərkəzin fəaliyyəti ilə yaxından tanış olaq. Xoş gördük Asif müəllim. Asif Məcidov mərkəzin direktorudur. Asif müəllim, istərdim ki, mərkəzin fəaliyyəti ilə bizi yaxından tanış edəsiniz. Mərkəz hansı reabilitasiya vasitələrinin təminatı ilə məşğuldur? Əvvəla, xoş gəlmisiniz. Mərkəzimiz 50 olan şəxsləri reabilitasiya vasitələri təmin etmək prosesini həyata keçirir. Mərkəzimiz tərəfindən hazırda 81-i əsas, 49-u əlavə olmaqla 130-a yaxın bu və ya digər vasitələri 50 olan şəxslərə və ya ehtiyacı olan insanlara təqdim etmək işlərini həyata keçirməkdədir. İstəyərdim ki, mərkəzimizdən müraciət qaydaları ilə və mərkəzimizdə göstərilən xidmətlərin belə deyək, xidmətlərlə ətraflı sizləri tanış edən. İlk proses elə buradan başlayır, səhv etmirəmsə? Bəli, bizim vətəndaş müraciət etdikdə ilk vətəndaş müraciəti burada qeydiyyata alınır və onun əlilliyi, sistem tərəfindən onun əlilliyi müəyyənləşdirilir və ondan sonra müvafiq qaydada əgər hazır vasitədirsə göndərilir hazır məhsullar anbarına, təyinatına görə vasitəni yazıb götürməyə. Əgər istehsal məhsuludursa, müvafiq qaydada göndərilir qeydiyyat şöbəsinə ki, çünki qeydiyyat şöbəsi onu qeydiyyata alaraq vasitənin təyinatı üzrə müvafiq həkimə yönəldir. Dediyim kimi, aidiyyəti üzrə istiqamətləndirir. Bizim təyinatlar, demək, məsələn, olur ki, məsələn ki, vətəndaşa təyin olub aşağı ətraf protezi. Amma burada mütləqdir ki, bizim aşağı ətraf protezinin tipajını, aktivliyini və yaxud da onun hansı funksiyalara malik olmasını bizim həkim heyəti müəyyənləşdirir və ona uyğun da bizdə müvafiq tipajlar da təyinat aparılır. Eyni zamanda iki istehsalat sahəmiz vardır. Protez ortezlərin istehsalat sahəsi və ortopedik ayaqqabıların istehsalat sahəsi və digər bizim o həmin saydan 130 saydan digər vasitələr isə bizim hazır şəkildə alaraq 50 olan şəxslərə təqdim etdiyimiz vasitələrdir ki, onlar da birbaşa təyinatı olduğu təqdirdə birbaşa anbardan təyinatı üzrə vətəndaşa təqdim olunur. Az öncə gördüyümüz yüksək texnologiyalı protezlər də daxil olmaqla protez və artez məhsulları elə bu sexdə hazırlanır. Asif müəllim, istərdim ki, bu proseslə bizi yaxından tanış edəsiniz. Məlumat üçün bildirim ki, həm aşağı ətraf protezləri hamısı eyni zamanda bizim bərk korsetlər, dediyimiz bərk korsetlər məhz bu sexdə hazırlanır və son tamamlanma işləri bu sexdə həyata keçirilir. Eyni zamanda məlumat üçün bildirim ki, illik bizim orta hesabla 3000-dən yuxarı ortez və korset məlumatları istehsal edirik. Eyni zamanda Vətən müharibəsindən ötən dövr ərzində aşağı və yuxarı ətraflarında amputasiyası olan bizim qazilərimiz 619 ədəd ən müasir son texnologiyalar hazırlanmış protezlərə təmin olunmuşlar ki, hansı ki biz az öncə onlardan bir neçəsini müşahidə etdik. Məsələn, bu gördüyümüz, məsələn, istərdim göstərəm, sizlərə nümayiş etdirəm. Bu gördüyümüz bizim dizdən aşağı amputasiya hallarında hazırlanan sadə modul protezlərdir. Amma sadə olmağına baxmayaraq hazırlanma texnologiyası və hazırlanma metodologiyası tam müasir tələblərə cavab verməkdədir. Məsələn, istərdim digər hallarda, məsələn, bu protez isə bizdə dizdən yuxarı amputasiya üçündür, hidravlik diz oynağı ilə təmin olunub, təchiz olunub daha doğrusu və eyni zamanda vakuum sistemi quraşdırılmışdır. Asif müəllim, Genius sistemi ilə istehsal olunan protezlərimizdən də biraz məlumat verək. Bizim protezlərimiz, yüksək texnologiya protezlərimiz dizdən yuxarı amputasiya hallarında bir neçə ən müasir elektron diz oynaqlarına təchiz olunurlar ki, onlardan da biri Geniumdur. Bu Genium, Silek və Genova deyilən diz oynaqları Ottobuk, Almaniyanın məşhur Ottobuk firmasının məhsullarıdır ki, bunlar da funksiyonallığına görə dünyada ən qabaqcıl
diz oynaqlarından biri hesab olunurlar. İstəyirəm elə izləyicilərimizin də diqqətinə çatdırım ki, 44 günlük Vətən müharibəsindən sonra yuxarı və aşağı ətrafları amputasiya edilmiş qazilərimizin yüksək texnologiyalı protezlərlə təmin olunması da elə bu mərkəzdə həyata keçirilib və bu proses davam etməkdədir. Hazırda yanımızda protezlə təmin olunmuş qazimiz var. İstəyirəm elə onun da fikirlərini alım. Salam, xoş gördük. Özünüzü necə hiss edirsiniz? 2021-ci ildən müasir texnoloji protezdən təmin olunmuşam. Özümü xoşbəxt hiss edirəm. Bugünkü gündə ayağım olmayana baxmayaraq, amma hiss edirəm ki, ayağım üstündədir. Öyrəşə bilmisinizmi? Bəli, hər işimin dalınca işimi, uşağımı məktəbə aparıram, gətirirəm. Həyat dərsimi, elə bir həyat mənim üçün təzədən yaranıbdır. Heç bir problemim yoxdur, hər şey öz qaydasındadır. Adəm bəy, siz necə? Öyrəşə bilmisinizmi protezə? Bəli, artıq 2022-ci ildən bəri istifadə edirəm. Çox rahatdır. Mənə dizdən yuxarıdır protezim. Rahat şəkildə hərəkət edirəm, işə gedib gəlirəm, sosiallaşıram. Bu cür çölə çıxmaq da çox rahatdır. İdmanla məşğul oluram bu ayaqla. Bir problemim yoxdur. Həyatımız əvvəl kimi davam edir. Bildiyim qədərilə mərkəzimizdə digər istehsalat sahəmiz də var. İstəyirəm bu barədə də izləyicilərimizi məlumatlandıraq. Bəli, bizim iki istehsalat istiqamətimiz var. Biri baxdığımız protez ortez məlumatları, digəri isə ortopedik ayaqqabılardır. Buyurun, tanış olaq. Asif müəllim, burada fərqli modellər görürəm. Bu modellər hansı yaş qrupları üçün nəzərdə tutulub və hansı materiallardan istifadə olunur? Əvvəlcə məlumat üçün bildirim ki, mərkəzimiz tərəfindən hazırlanan ortopedik ayaqqabılar bütün yaş qruplarını əhatə edir. Bizim mərkəz tərəfindən hazırlanan ortopedik ayaqqabılar demək 50-liyi olan bütün şəxslərə dövlət vəsaiti hesabına, digər insanlara isə sifarişdən asılı olaraq ödənişli qaydada hazırlanır. Bu bizim hazır nümayiş etdirdiyimiz ayaqqabılar bizim son illərdə başladığımız, yeni dizaynla hazırlamağa başladığımız ayaqqabı çeşidlərindən bir neçəsidir. Burada nümayiş olunur. Amma eyni zamanda bizim bir mükəmməl bir kataloqumuz da vardır ki, həmin kataloq əsasında vətəndaş müraciət edir. Həmin kataloqdan istədiyi dizayna uyğun ayaqqabını seçir. Amma sonraki mərhələ isə artıq o bizim mütəxəssislər tərəfindən hazırlanır və ayağın ölçüsünə və deformasiyanın səviyyəsinə görə lazım olan zəruri ayaqqabı forması istehsal olunur. Bu, məsələn, müxtəlif burada, hər bir yaş qrupunu əhatə edən ayaqqabılar var burada. Amma bir məsələni qeyd etmək istədim ki, bizim istifadə etdiyimiz materiallar təbii dəridir. Deformasiyanın səviyyəsinə görə müxtəlif materiallardan ola bilər. Arxamızda yeni avadanlıqlar görürəm. Asif müəllim, bu avadanlıqların təyinatı nə üçündür? Bu avadanlıqlar bizdə yeni avadanlıqlardır. Bu illərin artıq bu avadanlıqların köməklə istehsala başlayırıq bu ildən etibarən. Bu avadanlıqların köməklə biz ayaqqabı işlərinin ən müasir texnologiyanın köməyi ilə istehsal olunmasına həyata keçirəcəyik. Bu necə baş verir proses? Bizim xüsusi skaner cihazlarımız var. Bu insanın ayağı həm alt tərəfi, həm yan tərəfi, onun belə deyək, ayaq altının forması skan olunur, həmin skaner vasitəsilə skan olunur və sonradan məlumat frez cihazı ötürülür. Bu gördüyümüz bizim frez cihazıdır. Mən sizə nümayiş etdirmək istəyirəm ki, bizim artıq bu hansısa bir şəxsin, 50 olan şəxsin və ya digər qrupa aid olan şəxsin ayaq hissəsinin altına uyğun olmuş, hazırlanmış içlikdir. Sonradan bu içlik hazırlanmış ortopedik ayaqqabının içərisində yerləşdirilir və vətəndaşa təhvil verilir. O zaman belə deyə bilərikmi, hər vətəndaş üçün individual olaraq hazırlanır? Bəli, mütləqdir ki, bunların hazırlanması həmin ayağın ölçüsünün, ayağın alt səthinin skan olunmasına sonra baş verir ki, yəni burada da dəqiqlik demək olar ki, 100%-ə yaxın bir dəqiqlik əldə etmək olur. Bəs bu cihaz vasitəsilə hansı işlər görülür? Gördüyümüz bu cihazda bizim ən müasir ortopedik ayaqqabıların hazırlanmasında tətbiq olunan ən müasir avadanlıqlardan biridir. Avadanlıq demək olar ki, bord
kompüterə təchiz olunub və bunun üzərindən, avadanlıq üzərindən ona lazım ayaqqabının hazırlanmasında lazım olan mal materialları sifariş vermək olur. Orada müəyyən çeşidlər dəyişiklik etməklə hansı bir məlumatı əldə etmək olur. Eyni zamanda bunun tənzimlənməsi də demək, istifadəçinin boyuna görə aşağı-yuxarı olmaqla dəyişdirilə bilir. Avtomatik şəkildə əvvəlki avadanlıqda bu əllə baş verirdi. Burada isə avtomatik şəkildə baş verir. Dediyim kimi hər bir avadanlığın da hansı avadanlığı işə salmaq lazım olduğu da cihaz üzərindən qeyd etməklə, komanda verməklə həyata keçirmək olur. Belə bu sırf ortopedik ayaqqabıların müəyyən hissələrini, yonma prosesini və cilalama prosesini həyata keçirmək üçün nəzərdə tutulmuş bir avadanlıqdır. Asim müəllim, qeyd elədiniz ki, əlilliyi olan vətəndaşlarımız 130 sayda reabilitasiya vasitələri ilə təmin olunurlar. Hansı reabilitasiya vasitələridir bunlar? Bizim 130 sayda reabilitasiya vasitələrini qeyd etdiyim kimi 81-i əsas, 49-u əsas reabilitasiya vasitələrinə olan əlavələrdir. Bunlar bizim bir neçə qruplara bölünür. Əsas bizim verdiyimiz 50 şəxslərə təqdim etdiyimiz vasitələr təkərli oturacaqlardır ki, bunlar təxminən ildə 10 minə ədədə yaxın təkərli oturacaq, müxtəlif təyinatlı təkərli oturacaq 50 şəxslərə təqdim olunur. Bunların içərisində qapalı məkanda istifadə üçün, açıq məkanda istifadə üçün sanitar təchizatlı və müəyyən təkərli oturacaqlardır ki, eyni zamanda son illər yeni dəyişiklikdən sonra biz artıq çarpaylar, funksional çarpaylar, eyni zamanda həmin çarpaylar üçün ortopedik döşəklər, çarpay üçün dayaq vasitələri, çünki hansı ki, ştativlər təqdim olunur. Bundan əlavə qalıcı qurğular təqdim olunur 50 şəxslərə. Bu illərin biz qalıcı qurğunun hətta yeni bir növünü gətiririk ki, bu bir növ 50 şəxsi oturduğu yerdən qaldıraraq hər hansı bir yerə onun daşınmasını həyata keçirməyə kömək eləyir. Eyni zamanda bundan başqa bizim eşitmə cihazları, görmə əngəlli insanlar üçün ağ əsalar burada hansı ki görürük, danışan kitablar, eyni zamanda səsli tonometr, səsli termometr, bir çox vasitələr bizim demək olar ki, bütün kateqoriyadan olan, hər hansı bir vasitəyə ehtiyacı olan insanları əhatə edən vasitələri təqdim edə bilirik. Hazırda əlimdə müasir texnologiyalı eşitmə cihazı var. Hansı ölkədən təmin olunur bu? Bu, sizin əlinizdə olan eşitmə cihazı Phonak firmasıdır ki, İsveçrənin məhsuludur. Bu da son illər bizim 50 olan şəxslərə təqdim olunur. Artıq yeni qaydalardan sonra hər bir 50 olan şəxs 2 ədəd və 2 il müddətinə eşitmə cihazından təmin olunur. Bu əvvəl bizdə, əvvəlki köhnə qaydalarda bu 1 ədəd olmaqla 3 il müddətinə verilirdi. Bundan əlavə əsalar da var, burada görürsünüz. Dirsək altı, qoltuq altılarımız da var. Və demək olar ki, bir çox yeni vasitələr, hansı ki, ən müasir tələblərə cavab verən vasitələr. İndi burada nümayiş olunmur. İndi mən sizə göstərəm. Bizim rollatorlarımız var ki, gəzmək funksiyalarını da çətinlik olan şəxslərə həm gəzməyə, həm də onların oturması üçün stul əvəzli xidmət göstərir. Çox bir, müasir bir avadanlıqdır. Bir çox avadanlıqlar, korsetlər burada nümayiş olunur bizim. Eyni zamanda biz bu ildən etibarən artıq bezlər və mələfələr də təqdim olunur 50 olan şəxslərə. Yəni saydıqca elə say arta bilər. Yəni çoxdur, vasitələrimiz çoxdur. Bundan əlavə bizim dediyim kimi əlavələr var ki, müxtəlif rezin ucluqlar var. Eyni zamanda burada nümayiş olunur bizim protezlər üçün silikonlar var ki, bu həmin silikonlar onları silikon istifadəçilər üçün, silikon protezlərindən istifadə edənlər üçün silikonlardır. Silikondan istifadə etməyən şəxslər üçün biz qovlu corablar burada veririk. Eyni zamanda reklinatorlar, müxtəlif korsetlər dediyim kimi. Asif müəllim, istehsalat sahəsində görmədiyim reabilitasiya vasitələri görürəm burada. Gəlin biraz da bu vasitələrin təyinatından danışaq. Bizim burada istehsalat sahəsində görmədiyimiz və burada nümayiş olunan, daha doğrusu burada yerləşən vasitələr bizim bu tutorlardır. Bu tutorlar əsasən uşaq serebral ifizi xəstəliyi olan 50-lik olan şəxslərə təyin olunur və əsas etibarilə bunu gecə yatarkən onların ayaqlarının korreksiyası üçün nəzərdə tutulur. Gecə yatarkən istifadə olunur. Bunu hər hansı bir şəkildə istifadə etmək, gəzmək üçün istifadə etmək çətindir. Burada daha bir vasitə,
isə bizim aparatlardır. Bu artıq gəzməyə, insanın gəzməsinə kömək edir. Bu aparat dediyimiz protezin bir növüdür. Bəzi insanlar artıq düzdür, bizim müasir ortezlərimiz də var. Məsələn, bu hazır ortezlərdir, bu istehsaldır. Bunlar hazır ortezlərdir, amma bəzi insanlar artıq öyrəşib bu aparat dediyimiz ortezlərə. Ona görə də ondan istifadə edirlər. Ümumiyyətlə, bizim burada hazır məhsul anbardır. Vətəndaşlar gəlir müraciət etdikdən sonra, sənədləşmiş başa çatdıqdan sonra gəlib bu anbardan onlara təyin olmuş vasitələri təhvil götürürlər. Burada yuxarıda gördüyümüz və eyni zamanda burada yığılmış bir xeyli bizim ayaqqabılar vardır, ortopedik ayaqqabılardır ki, burada da görürsünüz, burada müxtəlif çeşidlərdir, müxtəlif rənglərdə, müxtəlif çeşidlərdə var. Ümumiyyətlə, belə deyək də, bizim il ərzində, məlumat üçün deyim ki, il ərzində 15 minə yaxın 50-10 şəxsin 35-40 min müraciətini bu və ya digər vasitələrə təmin edə bilirik. Asif müəllim, bizim hərəkət məhdudiyyəti olan, yataq xəstəsi olan, əlilliyi olan vətəndaşlarımız da var. Onlar üçün hansı dəstək mexanizmi mövcuddur? Bunlar barədə danışaq. Demək, əlilliyi olan şəxslər, bir çox əlilliyi olan şəxslərin həm belə deyək, baxıcılarının gələ bilmir, elə olur ki, baxıcıları gələ bilmir, eyni zamanda özlərinin gəlməyində çətinlik olur. Onlar bizim telefon vasitəsilə mobil telefonlarımız var. Bizim 4 nömrəmiz var ki, hansı ki, o nömrəyə əlaqə saxlanılır, qeydiyyata alınır və istiqamət üzrə, əgər Bakı şəhərindədirsə, qısa müddət ərzində, rayonlarda isə istiqamət üzrə çalışır ki, ən azı, ən uzağı yaxın bir həftə ərzini təmin edə bilək. Ona görə də müraciətlər çeşidlənir və istiqamət üzrə bizim səyyar xidmət vasitəsilə həyata keçirilir. Bundan başqa, eyni zamanda biz çalışırıq ki, il ərzində hər bir rayonda ən azı 2 dəfə belə deyək, səyyar xidmət təşkil edə bilək. Gəlin elə həmin nömrəni buradan da səsləndirək. Əlilliyi olan vətəndaşlarımız bir daha bizimlə necə əlaqə saxlaya bilərlər, onunla da tanış olalım. 077 489 90 04, 077 489 90 05. Asif müəllim, son illər mərkəz bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində hansı işlər görülüb? Bizim beynəlxalq şirkətlərlə əməkdaşlığımız əsasən protez ortez məmulatlarının istehsalı sahəsindədir. Burada bizim əməkdaşlıq etdiyimiz ən böyük şirkət Almaniyanın Ottobock və İslandiyanın Össur firmasıdır ki, bunlar hər iki şirkət dünya üzrə ən tanınmış, belə deyək, ən irəlidə gedən protez məmulatlarının istehsalı sahəsində ən qabaqcıl təcrübə malik şirkətlərdir ki, biz də onların həm məhsullarından istifadə edirik, həm də onların bilik və bacarıqlarını bizim işçilərə, əməkdaşlarımıza aşılamağa çalışırıq. Bu məqsədlə mütəmadi mərkəzimizdə treninqlər, seminarlar təşkil olunur və düşünürəm ki, əldə etdiyimiz nailiyyətlərin bir çoxu da bu əməkdaşlığın sayəsində başa gəlmişdir. Belə əziz izləyicilər, ilk buraxılışımızın sonuna gəldik. Növbəti verilişlərdə görüşənədək salamat qalın.